Ümumi təhsil haqqında qanunda dövlət siyasətinin millilik və dünyəvilik prinsiplər əsasında həyata keçirilməsinin daha da gücləndirilməsi məqsədi ilə qanun layihəsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərov dedi. Onun sözlərinə görə qanun layihəsinin 12.13-cü maddəsinə əlavə edilən yeni müddəaya əsasən dövlət ümumi təhsil müəssisələrində təhsil verənlər üçün geyimlə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur. Hazırda dövlət ümumi təhsil müəssisələrində təhsil alanlar üçün vahid geyim formaları tətbiq edilir. Bu baxımdan qanun layihəsinə əlavə edilən yeni 24.2.2-1-ci maddəyə əsasən təhsil alanların geyim forması ilə bağlı müəyyən olmuş tələblərə riayət edilməsinin valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifəsi kimi müəyyənləşdirilməsi təklif olunur. Elm və Təhsil Komitəsinin sədr müavini Fariz İsmailzadə vurğuladı ki, məqsəd hər zaman dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir. Ümumi təhsil haqqında qanuna təklif edən dəyişikliklərdən biri məhz dünyəvilik prinsipidir. Sədr müavininin sözlərinə görə, bu dəyişikliklərin məqsədi ümumi təhsil müəssisələrində təhsil mühitinin gücləndirilməsi, geyimlə bağlı vahid yanaşmanın hüquqi çərçivəsinin formalaşdırılması, hüquqi bazanın yaradılması, məktəb daxili nizam-intizamın dəstəklənməsidir. Bu dəyişikliklər təhsil alanlar tərəfindən artıq müəyyən edilmiş geyim tələblərinin riayət olunmasına əks etdirir, amma digər tərəfdən isə təhsil verənlər üçün də müəyyən yeni qanunverici baza yaradır. Halbuki keçmişdə bu maddə olmayıb, bu əlavə olunur. Bu dəyişikliklər təhsil müəssisələrində vahid yanaşmanın tətbiqini üçün tədris prosesinə diqqəti yönəldir, kollektiv məsuliyyət, kollektiv məktəb kimliyi formalaşdırır, bu hissləri yaradır və sosial-iqtisadi fərqlərin qarşısını almağa imkan verir. Eyni zamanda ayrı-seçkilik risklərini də azaltmağa imkan verir. Yəni, həm müəllimlər, həm şagirdlər tərəfindən korporativ mədəniyyətin yaradılmasına da imkan yaradır və bu da, belə deyək, geyimin qiymətinə, dəbinə, müəyyən o dəyişmə tezliyinə də marağı azaldır. Hesab edirəm ki, dəyişikliklər dövlət ümumi təhsil müəssisələrində təhsil verənlər üçün geyim tələblərinə dair vahid yanaşmanın da təmin edilməsinə yönəlib. Millət vəkili Bəxtiyar Əliyev çıxışı zamanı diqqətə çatdırdı ki, hazırda dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi ilə bağlı mühüm dəyişikliklər daha sistemli, məqsədyönlü və səmərəli təhsil mühitinin formalaşmasına xidmət edir. Məktəb yalnız bilik və bacarıqların verildiyi məkan deyil, həm də şəxsiyyətin formalaşdığı, sosial davranış qaydalarının mənimsənildiyi və vətəndaş məsuliyyətinin inkişaf etdiyi mühüm ictimai institutdur. Buna görə də məktəbdə tətbiq olunan qaydalar cəmiyyətin qəbul etdiyi etik prinsiplərə, milli mənəvi dəyərlərə və eyni zamanda müasir təhsil tələblərinə tam uyğun gəlməlidir. Məktəbdə formalaşdırılan mühit gələcəkdə cəmiyyətin inkişafına birbaşa təbii ki, təsir göstərir. Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir. Şagirdlərin məktəbli formasına riayət etməsinin qanunvericilikdə təsbit olunması, müəllimlər üçün isə işgüzar geyim standartlarının müəyyənləşdirilməsi, təhsil müəssisələrində peşəkar mühitin gücləndirilməsinə yönəlmiş addımlardan hesab edilə bilər. Bu tədbirlər məktəbdə nizamın, məsuliyyətin və qarşılıqlı hörmətin möhkəmləndirilməsini tam dəstəkləyir. Vahid işgüzar geyim üslubu müəllimin peşəkar nüfuzunun artırılmasına, təhsil müəssisəsinin imicinin möhkəmləndirilməsinə və məktəb daxili münasibətlərdə qarşılıqlı hörmət və məsuliyyətin inkişafına töhfə verir. Qeyd edək ki, Milli Məclis tərəfindən Elm və Təhsil Komitəsinin iclasında müzakirəyə çıxarılan ümumi təhsil haqqında qanuna yeni dəyişiklik layihəsi təqdim olunub.